Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşdağa savalanması ilə tam belə deyim, magistral yola, ana yola yaxın, məktəb və marşruta yaxın qapısına qədər asfalt, 2 sotdan artıq torpaq sahəsinin üzərində 2 mərtəbəli qəşəng, qeyd etdiyimiz kimi möhtəşəm bir həyət evinin çıxılması. Evin torpağın çıxarışı var. Məktəb qurtçaq həm qeydiyyata düşmək olur, həm ipoteka üçün yararlıdır. 7 otaq, bir mətbəx, 2 sanuzəldən ibarətdir. İnşallah həyətin təqdimatını təqdim edək sizlərə və keçirik evin içərisinin təqdimatına və ilkin olaraq qiymət 133.000 manatdır. Realı qalsın inşallah indirim olunacaq. Başlayaq inşallah həyətdən. Bax, bu giriş hissəsində həm maşın nəzərdə tutulub və bir otaq aşağıda da eyni qaydada inşallah sizlərə təqdim edəcək. Gəl qardaşım qabağa evi tam şəkildə göstər izləyicilərimizə. Hətta belə deyək, evin qabağında işıqlandırılması və ikinci mərtəbədə açıq eyvanın nəzərdə tutulub. Bu hissəni təqdim edək, sonra keçək evin içərisinin tam şəkildə təqdimatına. Qeyd etdiyimiz kimi bu hissədə qaraj nəzərdə tutulub, giriş hissəsində işıqlandırması var və burada da bir otaq nəzərdə tutulub. Bunu sizlərə təqdim edirik və sonra keçiriləcək evin içərisinin otaqların təqdimatına. Bax, burada bir otaq nəzərdə tutulub, dəyərli izləyicilərimiz. Və o biri otaqları keçid etmək üçün fikir verin. Ev tamamilə istifoldan ibarətdir. Bu hissəni sizlərə təqdim edək. Burada mətbəx nəzərdə tutulub. Mətbəx hissəsini təqdim edə qardaşım, zəhmət olmasa. Və zəhmət olmasa gəl buradan bu hissəsini təqdim edə izləyicilərimiz rahat bir şəkildə izləyə bilsinlər. O burada koridor hissəsində yəqin ki, üzüldü sayarız bizi. Sanuzelin təqdimatı, sanuzeldə istifol və əlavə bir otağı da buradadır. Aşağı mərtəbədə demək olar ki, 2 otaq, bir mətbəx, bir sanuzeldən ibarət. Otağı da təqdim edə zəhmət olmasa. Və qalxaq ikinci mərtəbənin təqdimatına. İkinci mərtəbədə nəzərinizə çatdıraq ki, 5 otaqdan ibarətdir və bir sanuzeldən ibarət, bir açıq eyvandan ibarətdir. Verirsiniz şimdi ikinci mərtəbəndə otaqların təqdim edir qardaşım. İkinci mərtəbəndə otaqları otağı təqdim edir zəhmət olmasa. Otağı da təqdim edir və nəzərinizə çatdıraq ki, kombinin xətləri hər otaqlarda qoyulur və hər otağın ayrı-ayrılıqda belə deyək, aboyları var. Və onu da nəzərinizə çatdıraq ki, qeyd etdiyimiz kimi ən gözəl evlər yalnız qeyd etdiyimiz Məşdağa Əmlak Ümumi Şirkətindədir. Otaqları təqdim edəcək.